Rəhman və Rəhim olan Allahın adıyla məfahim dərsimiz 48-ci dərs sual və cavabları. Hansı məna doğrudur? 1. Yuəxizu, yudafi'u, yunəbbi'u. A. Cəza verir, qoruyur, xəbər verir. B. Tutdu, qorudu, xəbər verdi. 2. Bəğyun, ləhmun, bəğtətun. A. Tələb, ət, itayətsizlik. B. Tuğyan, ət, qəflətən. 3. Lə təcəssəsu, lə yəsxar, lə yəğtab. A. Axtarmayın, ələ salmasın, qeybət etməsin. B. Axtarmadılar, ələ salmadı, qeybət etmədi. 4. Mübəzzirinə, mütəkəbbirinə, musrifun. A. İsrafkarlar, təkəbbür edənlər, israfkar. B. Bağışlayanlar, təkəbbürlü şəxslər, israfkar. 5. Kəzzəbun, xavvənun, məthvə. A. Yalan danışan, xəyanətkar, mükafat. B. Çox yalan danışan, xəyanətkar, yer. B. Hansı variant düzgün cavabdır? 1. Əziyyət, qardaşlar, qızlar. A. Əzə, ixvənun, bənətun. B. Bəğyun, bənətun, ixvənun. 2. Xoşlamadınız, ələ salmasın, xəbər veririk. A. Kərihtum, lə yəsxar, nunəbbi'u. B. Kərihtumuhu, yəsxaru, nunəbbi'u. 3. Tilavət olunur, ardınca gətirir, qoyub getdi. A. Yuəxizu, bəğtətun, tərəkə. B. Tutlə, yətbə'u, tərəkə. 4. Tərpənən, qəflətən, riya. A. Dəbbətun, bəğtətun, riəun. B. Dəvəbbun, bəğyun, musrifun. Demək, 5. İsrafkarlar, xəyanətkar, çox yalan danışan. A. Musrifun, xavvənun, kəzzəbun. B. Mübəzzirinə, xavvənun, kəzzəbun. Düzgün tərcümələri müəyyənləşdirin. 1. Qavlun ma'rufu və məğfiratun xayr. A. Gözəl söz bağışlanmağa daha yaxındır, bağışlanmaya. B. Bəyənilən söz və bağışlamaq daha yaxşıdır. 2. Min sədəqəti yətbə'uhə əzə. A. Sədəqədən və əziyyət edənə tabe olmaq. Demək, B. Bir sədəqə ki, ardınca gətirir əziyyəti. Yəni, bu testə diqqət edək. Bu testdə demək olar ki, ikisi də eyni məna daşıyır. Sadəcə söz və sözə diqqət edək ki, söz və söz istəyirlər burada. Amma ikisi də məna demək olar ki, eynidir. 3. وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ. A. Və o kəslər ki, xərcləyirlər öz mallarını insanlara özünü göstərmək üçün. B. Və o kəslər ki, xərcləyər mallarını cəmaatın gözlərinin önündə. 4. فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا. A. Beləliklə o kəs zülm edir ki, Allaha iftira atmışdır. B. Elə isə kim daha zülmkardır? O kəsdən ki, iftira atdı Allaha yalancasına. 5. وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ. Və şübhəsiz, A variantı, və şübhəsiz bir çoxu insanlardan bizim ayələrimizdən qafildirlər. B. Və belə ki, cəmaatın çoxu bizim nişanəmizdən qafildirlər. 6. İnnəl mübəzzirinə kənu ixvənəş-şeyətin. A. Şübhəsiz israfkarlar şeytanın qardaşlarıdırlar. B. Həqiqətən, hər israfkar şeytanın qardaşıdır. 7. وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا. A. Və şeytan öz Rəbbinə naşükürdür. B. Və şeytan Rəbbinin neymətlərinə qarşı naşükürlük edir. 8. İnnəlləhə yudafi'u anillezine amanu. A. Şübhəsiz Allah bəlanı dəf edir siz iman gətirən kəslərdən. B. Həqiqətən Allah qoruyur o kəsləri ki, iman gətirdilər. 9. İnnəlləhə lə yuhibbu kullə xavvənin kəfur. A. Şübhəsiz Allah sevmir heç bir xəyanətkar naşükürləri. B. Həqiqətən Allah sevmədi heç bir xəyanətkar kafiri. 10. İnnəlləhə lə yəhdi mən huvə musrifun kəzzəb. A. Şübhəsiz Allah hidayət edən
deyildir heç bir israfkar yalançını. B. Həqiqətən Allah hidayət etmir o kəsi ki, o israfkar və çox yalan danışandır. 11. Yə eyyuhəl-ləzīnə əmənu lə yəsxar qavm. A. Ey o kəslər ki, iman gətirdilər, ələ salmayın biri digərinizi. B. Ey o kəslər ki, iman gətirdilər, ələ salmasın bir dəstə digər dəstəni. 12. Asə əyyəkunu xayran minhum. Burada asə sözü yadınızdadırsa bayaqları ayədə, ondan ki əvvəlki dərsdə dedim ki, asə sözü bəlkədə bir söz vardı, unutmuşdum. Burada ümid var ki mənasında da gedə bilər. A variantı ümid var ki olarlar daha yaxşı onlardan. B. Hamıdan yaxşı olmaq ümidi ilə. 13. Yə eyyuhəl-ləzīnə əmənu ctənnibu kəsiran minəl-zan. A. O kəslər ki, iman gətirdilər, bədgümanlıqdan uzaq olmalıdırlar. B. Ey o kəslər ki, iman gətirdilər, çəkinin bir çox gümanlardan. 14. Və lə yəğtəb bə'dukum bə'da. A. Və qeybət etməsin bəziləriniz bəzilərini. B. Və qeybət etməyin siz bəzilərini. 15 sonuncu. Əyyuhibbu əhadukum əyyəkulə ləhmə əxihi meytə. A. Xoşlayırsınızmı sizlərdən biri belə ki, yesin qardaşının ətini ölü halda? B. Görəsən siz xoşlayırsınızmı yeyəsiniz qardaşınızın ölü ətini? Və cavablar hansı məna doğrudur? 1A, 2B, 3A, 4A, 5B. Hansı variant düzgün cavabdır? 1A, 2A, 3B, 4A, 5B variantı və düzgün tərcümələri müəyyənləşdirin. 1B, 2A, 3A, 4B, 5A, 6A, 7A, 8, 9B variantlarıdır. 10A, 11B, 12A, 13B, 14, 15-cilər isə A variantıdır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.